Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefqahu kavli. Allah subhanahu wa ta'ala'nın izniyle uzun fasileden sonra Tevhid derslerine devam edirik. Yani kitabı Tevhidin şerhine devam edirik. Ve bu kitaptan sadece 5 bab götürmüşdük ve 5-ci babın 2-ci dəlilində qalmışdıq. Amma bu dərsdə Allahın izniyle təkrar olacaq sadəcə. Və sonra Allahın izniyle qaldığımız yerdən devam edəcəyik. Və təkrarda da fayda var. Bəllidir ki, Kitab-ı Tevhid Muhammed ibn Abdülvahhab rahimehullahın yazdığı bir risalədir. Və bu risalənin yazmaqdakı əsas məqsədi uluhiyyə tevhidində olan xələlin bəyan edilməsidir. Baxmayaraq ki, kitab ümumilikdə tevhid, yəni tevhidin digər qismlərində əhatə edir. Amma daha çox üstünlük verilib bu kitabda uluhiyyə tevhidinə. Və bu kitab dedik ki, 67 babdan ibarətdir, 67 fəsildən ibarətdir. Hansı ki, bu fəsillərin, bu babların 5-ini götürmüşdük. Və uluhiyyə tevhidi təkrar etdiyimiz zaman da qeyd edəcəm inşallah. Dedik ki, kitabın əsas yazılma məğzi, əsas yazılma səbəbidir. Çünki əksər ümmətlərdə ümumən tevhidin əsasən bu növündə daha çox xələl olmuşdur. İbadət tevhidində. Elə Allah subhanahu wa ta'ala ümmətlərə peyğəmbərləri göndərdiyini qeyd etdiyi zaman da məsələ buna işarə edir. Və laqad ba'asna fi kulli ummetin rasula en ya'budullaha ve ictenibut tağut. Biz hər bir ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin və tağutdan çəkinin. Baxırsan ki, açıq-aşkar, yəni uluhiyyə tevhidinə işarədir. En ya'budullah, yəni Allaha ibadət etsinlər və tağutdan çəkinsinlər. Və sonra başlayaq inşallah bu kitabda götürdüyümüz babları təkrar etməyə. Dedik ki, 5 bab götürdük. 1-ci bab nə idi? Kitab-ı Tevhid. 2-ci bab Fadl-ı Tevhid və mə yukaffiru minəz-zunub. Yəni, tevhidin fəziləti və günahları kəffara olması. 3-cü bab Mən haqqaqat tevhid dəxaləl cənnətə bi qeyri hisab. Kim tevhidi təhqiq edərsə, cənnətə hesabsız daxil olar. 4-cü bab Əl-xovf minəş-şirk, şirkdən qorxu babı. 5-ci bab Əd-dua ilə şəhədəti əllə iləhə illallah. La iləhə illallah şəhədətinə dəvət. Deməli, 1-ci bab dedik ki, Kitab-ı Tevhid. Tevhid kitabı. Tevhid kitabı. Və burada bunun məqsədi tevhidin bəyan edilməsi və vacib olmasının bildirilməsi. Yəni, biz bu fəsildə, 1-ci fəsildə tevhidin tərifini öyrəndik. Və dedik ki, tevhid ümumi mənada ifradullahi fi haqqihi. Allahı onun haqlarında təkləməkdir. Tevhid ümumi mənada nədir? Allahı Allahın haqqında təkləmək. Allahın haqqı olan şeylərdə Allahın təklənməsi. Və xüsusi mənada tevhid dedik ki, ifradullahi fil ibadə. Allahı ibadətdə təkləmək. Allahı ibadətdə təkləmək. Yəni, ibadətin növlərindən heç bir şeyi Allahdan başqasına sərf etməmək. Və ümumən tevhid deyiləndə, qeyd etdik ki, naslarda, şəriətdə, hədislərdə və ayələrdə tevhid deyiləndə də qeydsiz, yəni qeydsiz gələndə məhz ibadət tevhidi qəsd olunur. Yəni, bu tevhidin əzəmətinə görə və həmçinin dedik ki, bayaq, əksər ümmətlərdə azğınlığın məhz tevhidin bu növündə baş verdiyinə görə. Hansı növündə? Uluhiyyə növündə. Uluhiyyə növündə. Məsələn, deyəndə ki, rububiyyə tevhidi. Məsələn, deyir ki, filan kəsin şirki rububiyyə tevhidindədir. Və yaxud
əsma və sifat tövhid, filan kəs əsma və sifat tövhidində şirk etdi, məsələ. Amma deyəndə ki, tövhid belə qeydsiz, onda qəsd olunan nədir? Qəsd olunan uluhiyyət tövhididir. Qəsd olunan ibadət tövhididir. Ələ lillahi dinul xalis. Allah təala deyir ki, xalis din, yəni burada din məqsədi ibadətdir. Xalis din, yəni xalis ibadət Allaha məxsusdur. Allaha aiddir. Həmçinin Allahın deməsi ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanlar yalnız mənə ibadət etmək üçün xəlq etdim. Deməli, burada da bəlli olur ki, hansı ibadət, hansı yəni ibadət növüdür. Bu da ibadət, tövhidin ibadət növüdür. Yəni, tək Allaha ibadət edilməsi. Və sonra bu birinci babda biz dedik ki, məqsəd nə idi? Tövhidin vacib olmasının və mənasının bəyanı. Tövhidin vacib olmasını və bu müəllif 7 dəlil qeyd edib. Tövhidin vacib olması barədə dəlillərin 5-i ayədir, 2-si hədisdir. Birinci dəlil وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Tövhidin vacib olmasına, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün xəlq etdim. Deməli, Allah subhanahu ta'ala məxluqatı xəlq etməsinin məqsədini bəyan edir. Deməli, tövhid vacibdir. Niyə? Əgər nə üçün xəlq edilibsənsə, deməli, o şey vacibdir. Allah subhanahu ta'ala səni həmin şey üçün xəlq edib. Yaradılışdakı məqsədin nə olduğunu bəyan edir. Zariyat 56. Həmçinin dəlillərdən müəllif Nəhl surəsi 36-cı ayəti gətirmişdi. Və laqad ba'asna fi kulli ummatin rasula an ya'budullah və yectenibut tağut. Biz hər bir ümmətə rəsul göndərdik ki, yalnız Allaha ibadət edin və tağutdan çəkinin. Deməli, rəsulların dəvətinin məqsədi tövhiddirsə, deməli, tövhid vacibdir. Həmçinin dəlillərdən İsra 23 Allah Subhanahu taala buyurur: "Və qada rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsana." Allah Taala yalnız özünə ibadət etməyi əmr edir və valideynlərə yaxşılıq etməyi. Deməli, Allah Subhanahu taalanın əmr etdiyi budursa, yalnız tək özünə ibadət etməyi və bu da tövhiddir, uluhiyyə tövhididir. Deməli, tövhid vacibdir. Həmçinin dəlillərdən Nisa 36 Allah Taala buyurur: "Və abudullaha və la tuşriku bihi şey'a." Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Allah Taala'nın növbəti əmridir. Deyir ki, Allaha ibadət edin. Yəni, ibadətdə Allahı təkləyin. Allaha ibadət edin bu cür gələndə və abudullah mənası odur ki, Allahı ibadətdə təkləyin. Necə olur Allahı ibadətdə təkləmək? Sən ibadət növlərini yalnız Allah üçün edəndə, yalnız Allaha sərf edəndə, bu zaman həmin ibadət növü ilə sən Allahı nə etmiş olursan? Təkləmiş olursan. Və bunun ziddi də Allah Teala deyir ki, və la tuşriku bihi şey'a. Ona heç bir şeyi ortaq qoşmayın. Heç bir şeyi Allaha ortaq qoşmayın. Yəni, ibadətlərdən heç bir şeyi Allahdan başqasına sərf edib yönəltməyin. Demək ki, tövhid vacibdir. Və növbəti dəlil, bu fəsildə olan götürdüyümüz hasıydı. Ənam surəsi 151-ci ayə. Allah Teala buyurur bu ayədə: "Qul ta'alu atlu ma harrama rabbukum aleykum əllə tuşriku bihi şey'a." De, gəlin sizə Rəbbinizin nələri haram etdiyini bildirim, ona heç bir şeyi şərik qoşmayın. Allah Subhanahu taala bu ayədə bir neçə haramları qeyd edir və haram olan şeylərin ən əvvəli, ən başında olanı Allah Subhanahu taala bildirir ki, ona heç bir şeyi şərik qoşmayın. Deməli, əgər Allaha şərik qoşmaq haramdırsa və ən böyük haramdırsa, ən böyük şirk, ən böyük zülmdürsə, deməli, onun əksi vacibdir. Onun əksi də nədir? Tövhiddir. Və sonra götürdük hədis, İbn Məsud radiyallahu anhunun rəvayət etdiyi hədisdə deyir ki, "Mən ərada ən yanzura ilə vəsiyyəti Muhammedin sallallahu aleyhi ve sellem əlləti aleyhə xatəmu fəlyəqra qavluhu tələ qul ətlu mə harrama rabbukum aleykum əllə tuşriku bihi şey'a." Deyir ki, kim, əsərdir bu, Abdullah ibn Məsuddan, kim Muhammedin sallallahu aleyhi ve sellemin sanki möhürlənmiş son vəsiyyətinə baxmaq istəyirsə, Allahın bu ayəsini oxusun. Həmin Ənam surəsi, bayaq oxuduğumuz ayə, de, gəlin sizlərə Rəbbinizin nələri haram etdiyini bildirim, ona heç bir şeyi şərik qoşmayın.
Yəni sanki bu Allah Resulü sallallahu əleyhi və səlləmin nədir? Son vəsiyyətlərindən birisidir və belədir ki, var. Allah Resulü sallallahu əleyhi və səlləm həmişə dəvəti boyunca insanları təvhidə dəvət edib və təvhidi xatırladıb. Hətta həyatının son günlərində belə. Və sonra bu babda olan 7-ci dəlil də yenə hədisdir. Muaz İbn-i Cəbər radiyallahu anhunun rəvayət etdiyi hədis deyir ki, Kuntu radifən nəbi sallallahu aleyhi və səlləm alə himərin fəqalə li. Deyir, Allah Resulü sallallahu aleyhi və səlləmin arxasında uzun qulaqda idim və mənə dedi ki, Ya Muaz, ətədri mə haqqullahi aləl ibad və haqqul ibadi alallah. Ey Muaz, bilirsənmi Allahın qulları üzərində və qulların da Allah üzərində olan haqqı nədir? Dedim ki, deyir, Allahu və Rasuluhu a'ləm. Allah və Rasulü bilir. Dedi ki, haqqullahi aləl ibad ən ya'buduhu və la yüşriku bihi şeyə. Allahın qulları üzərində olan haqqı odur ki, Allaha ibadət etsinlər və ona heç bir şey şərik qoşmasınlar. Deməli, bu Allahın qulları üzərində olan ən böyük haqqıdır. O da nədir? Allaha ibadət olunsun və ona heç bir şey şərik qoşulmasın nədə? İbadətdə. Allaha ibadət edilsin və ona heç bir şey şərik qoşulmasın. Bu Allahın qulları üzərindəki ən böyük haqqıdır. Nə deməkdir ən böyük haqqıdır? Ən birinci tələb etdiyidir yəni. Allah Subhanahu taala'nın qullarının üzərində olan haqqı deyəndə, yəni Allahın qullardan tələb etdiyidir. Hansı ki, bu haqq üçün yaradıb Allah Subhanahu taala bütün məxluqatı. O da nədir? Ən ya'buduhu və la yüşriku bihi şeyə. Tək ona ibadət etsinlər və ona heç bir şeyi şərik qoşmasınlar. Və haqqul ibadi alallah və qulların Allah üzərində olan haqqı isə, burada isə haqq fərqlidir. Yəni deyəndə ki, Allahın qulları üzərində haqqı və qulların Allah üzərində haqqı artıq haqq nisbət ediləndə fərqlənir. Burada isə qulların Allah üzərində haqqı deyəndə, yəni qulların Allahdan gözlədikləri, Allahdan istədikləri, Allahdan umduqları. Əllə yu'azzibahum mən ya'budu və la yüşrik bihi şeyə. Və yaxud əllə yu'azzibə mən la yüşrik bihi şeyə. Ona şərik qoşmayana əzab verməməsi. Bu da qulların Allah üzərində olan haqqıdır. Və bu haqqı təbii ki, biz qeyd edirik ki, Allah Subhanahu taala öz üzərinə götürdü bir haqqdır. Lakin dediyimiz kimi, buradakı məna nədir? Qulların Allah üzərində olan haqqı ona ibadət edənlərə əzab, əziyyət verməsin. Yəni, yalnız tək ona ibadət edənlərə, yəni ona heç bir şeyə şərik qoşmayanları Allaha, Allah Subhanahu taala əzab verməməsi. Sonra deyir ki, qult ya Rasulallah, əfələ ubəşşirun nəs? Ey Allahın Resulü, insanları müjdələyim mi? Yəni, böyük bir müjdədir, böyük bir xəbərdir bu. Dedi ki, lə tubəşşirhum fəyəttəkilu. Onları müjdələmə, yoxsa arxayın olarlar. Yəni, təvhid müjdəsidir. Yəni, çünki o təvhid əhlidirlər. Zahirən və daxilən. Allaha bağlı olan insanlar idi və təvhidə görə sevinirdilər həmişə. Sonra dedilər ki, yəni belə olduğumuz halda, yəni Allah təvhid əhlinə əzab verməyəcək. Əzabdan qorxan bir ümmət idi. Demək ki, Allah təvhid əhlinə əzab verməyəcəksə, o zaman müjdələyək hər kəsi, təvhid əhlini müjdələyək. Dedi ki, yox, müjdələmə, arxayın olma. Təvhidə arxayın olub, digər, yəni təvhidi kamilləşdirən əməlləri tərk etməsinlər. Bu, xülasə birinci babın nədir? Təkrarı idi. Sonra ikinci bab dedik ki, müəllifin gətirdiyi fazl-ı təvhid və mə yukaffiru minəz-zunub. Təvhidin fəziləti, yəni təvhid bildik nədir? Bildik ki, Allah Subhanahu taala təvhidə görə xəlq edib. Bildik ki, təvhid vacibdir, yaxşı. İndi bu təvhidin fəziləti nədir? Ona görə müəllif bu ikinci fəsli bundan sonra buna görə qeyd edib ki, hətta biləsən ki, təvhidin fəziləti nədir? Və günahları kəffarə olmasın. Və bu fəsli gətirmək məqsədi də elə təvhidin fəzilətinin bəyan edilməsi və həmçinin bildirilməsi ki, təvhid günahlara kəffarədir. Yəni, soruşsan ki, günahları silən ən böyük şey nədir? Cavab odur ki, təvhid. Hər nə qədər təvhidini kamilləşdirsən, bir o qədər günahlara nədir? Daha çox kəffarədir. Və sonra müəllif bu 5 dəlil gətirib bu fəsil altında da. Biri ayət, 4-ü isə hədis. Ayət hansı idi? Ənam surəsi 82-ci ayə. Allah təala buyurur ki, "Ellezine amenu
وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ اُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ. Allah Teala buyurur ki, o şəxslər ki, iman edərlər və imanlarına zülm qatmazlar. Onlara əmin-amanlıq var və onlar doğru yolda olanlardır. Deməli, bu ayə onu göstərir ki, tövhid əhli üçün əmin-amanlıq var. Yəni, əmin-amanlığın hasil olması üçün tövhid şərtdir. Hər nə qədər tövhid üzərində olarsansa, bir o qədər əmin-amanlığı nədir? Cəlb etmiş olarsan. Əmin-amanlığı hər iki dünyada. Düzdür, deyilib ki, dünyada, deyilib ki, axirətdə. Lakin əmin-amanlıq hər iki dünyada. Əgər tövhid üzərində olarsansa, bu da tövhidin fəzilətidir ki, sənə əmin-amanlığı nədir? Əmin-amanlığı sənin üçün təmin edir. Əmin-amanlığı təmin edir. Əmin-amanlığın əksi isə nədir? Qorxu, fitnə, həyəcan, istirab, bütün hamısı. Əgər tövhid yoxsa, bu şeylərin hamısı var. Şirk olan yerdə əmin-amanlıq pozular. Şirk olan yerdə əmin-amanlıq qalxar. Şirk olan yerdə əmin-amanlıq olmaz. Deməli, ayə onu göstərir ki, kim Allaha iman edərsə, baxın, iman edərsə, yəni tək iman etmək yetərli deyil, hətta o imanını salamat saxlamayınca. Yəni, imanına ləkə gətirən şeylərdən uzaq durmayınca. Allah Teala bunu deyir. Əl-ləzinə əmənu. O şəxslər iman edir. Sonra nə deyir? وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ. Sonra o imanlarına zülm qatmazlar. Demək ki, iman etdin, əlhəmdülillah. Sonra o imanını qoru. Tövhid əhli oldun, o tövhidini qoru. Nədən qoru? Onu ləkələyən, onu pozan hər bir şeydən. Allah Teala burada qeyd edir. Və burada zülmdən məqsəd də nə idi dedik? Burada zülmdən məqsəd şirkdir. Yəni, kim iman edəndən sonra imanına şirk qatmazsa, imanına şirk qatmazsa, çünki imanı köklü şəkildə aradan qaldıran, tamamilə ləğv edən, imansız bir vəziyyətə gətirən insanı nədir? Şirkdir, böyük şirk. Sonra növbəti ikinci dəlil Ubadə ibn Samit radiyallahu anhunun hədisi idi. Harada ki, deyir ki, qalə Rasulullah sallallahu aleyhi ve sellem, mən şəhidə ən la iləhə illallahu, vəhdəhu la şərikələ, və ənə Muhammedən abduhu və rasuluhu, və ənə İsə abdullahi və rasuluhu, və kəlimətu əlqaha ilə Maryamə və ruhun minhu, və cənnətə haqqın, və nərə haqqın, adxaləhullahu cənnətə alə mə kənə minəl əməl. Deyir ki, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem kim Allahın tək ilah olduğuna, yəni Allahdan başqa ibadətə haqqı olan məbud olmadığına və Muhammedin sallallahu aleyhi ve sellem Allahın qulu və rəsulu olduğuna, İsa'nın Allahın qulu və rəsulu olduğuna, cənnətin və cəhənnəmin haqq olduğuna şahidlik edərsə, Allah onun əməllərinə baxmadan cənnəti daxil edər. Bu da tövhidin fəzilətidir. Tövhidin fəzilətidir ki, deyir ki, hədisdə Allah subhanahu teala onun əməllərinə baxmadan onu cənnəti daxil edər. Lakin biz qeyd etmişik, cənnəti daxil olmaq iki növdür. Nədir? Birbaşa daxil olmaq, bir də əzabdan sonra daxil olmaq. Deməli, burada deyir ki, kim şahidlik edərsə, əvvəla tövhid. La iləhə illallahdır bu. Allahın, yəni, tək ilah olmasına, ilah da nədir? Məbud, yəni ibadətə haqqı olan tək ilah olmasına şahidlik edərsə və Muhammedin onun qulu və rəsulu olduğuna şahidlik edərsə, burada da həmçinin İsa aleyhissalamın Allahın qulu və rəsulu olduğuna şahidlik edərsə, qulu olduğuna şahidlik etmək peyğəmbərlərin, bu peyğəmbərlər haqqında həddi aşan nədir? Quburilərə və peyğəmbərlərə ibadət edinlərə rəddiyədir. Qulu. Niyə? Çünki quldur və qula ibadət olunmaz. İbadət qulun Rəbbinə olunur, xaliqə olunur. Burada isə abd, quldur. Qula ibadət olunmaz. Bu, deməli, müşriklərə rəddiyədir. Ki, Allahın rəsulu mənziləsi, rütbəsi nə qədər böyük olsa da, peyğəmbər kimi, rəsul kimi, lakin ibadət olunmaz. Quldur sadəcə. Bəşərdir, məxluqdur. Və bu, nədir? Şirkdə həddaşanlara rəddiyədir və yaxud peyğəmbərin həddində peyğəmbərə yəni öz həddindən daha yüksək məqama qoyanlara qarşı rəddiyədir, qul deyilməsi. Rəsul deyilməsi isə
onun haqqında peyğəmbərlərin, xüsusən Rasul sallallahu əleyhi və səlləm, Muhammed sallallahu əleyhi və səlləm haqqında, yəni hörmətsizlik eləyən, ona tabe olmayanlara, onlara rəddiyədir. Özlərini ağıllı sayanlara deyirlər, məsələn, filan kəs professordur, doktordur, akademikdir. Yəni danışanda saatlarla, yəni müəyyən sahədə çox dərin bilgisi olan birisidir. Yəni nələr danışır. Sonra Allah Rəsuluna gələndə bəs peyğəmbərlərə imanı deyir ki, qalxıb həmin adam deyir ki, yox, peyğəmbər o savadsız birisi olub. Yəni ona ancaq savadsızlar iman edirlər. Yəni bu mən danışdıqlarım şeylərin mində birini peyğəmbər bilmir. Peyğəmbər Allahın rəsuludur, ey bədbəxt. Sənin yaxşı o peyğəmbərin Allahın ona öyrətdiyi elmdən nəsibin nədir, sən ondan xəbər ver. Allahın peyğəmbərə öyrətdiyi elmdən və peyğəmbərin gətirdiyi elmdən sənin nəsibin nədir? Əgər o şeydən bir şey bilmirsənsə, sənin o bildiklərin heç bir şeydir. Sıfır, ləyaqətsiz bir şeydir. Daşıdığın da sənin özün də. Yəni özünü alim sayır, elmli dildə danışan hesab edir, amma Allah Rəsuluna gələndə ona yuxarıdan aşağı baxır. Subhanallah. Allahın Rəsulu, Rəsul, yəni Allah ona öyrətdiklərini biləndir. Sənin o elmdən payın nəsibin nədir? Və alimlər içərisində də ən üstün və həqiqi alim sayılan məhz peyğəmbərlərin varisləri olanlardır. Yəni peyğəmbərin, rəsulun elmindən pay alanlardır, həqiqi alimlər olardı. Həqiqi elm sahibləri olardı. Ona görə bu kimi yəni elmdən danışanlara alim deyilməz, elm əhli deyilməz onlara. Danışdığı hər nə olsa da, nə qədər ki Rəsula iman edib ona tabe olmursa. Bəli, Rəsula iman edib ona tabe olursa, nur üzərindən nurdur. Nə gözəldir bir tovhid əhli, peyğəmbərə tabe olan hər bir şeydə müsəlmanın eyni zamanda digər elmlərdən də bilib, məsələ dünyəvi elmlərdən nəsə bilib, onunla ya özünə, ya da insanlara fayda verməsi. Ona görə həmişə daima məsələ dünyəvi elm deyiləndə, yəni ki, əgər bununla fayda hasil edəcəksənsə, məşğul et özünü. Yoxsa ki, dünyəvi elm, müsəlman özünü ona, vaxtını, ömrünü ona sərf etməməlidir. Müsəlmansansa, sən həyatını, vaxtını sən vəhyə sərf elə. Çünki səni qutaran elm budur. Səni qutaran, sənə fayda verən elm fizika, riyaziyyat deyil. Bununla aldatmayın özünüzü. Filan kəs bilsin, filan kəsin uşaqları, nə bilim, bəs müsəlmanların uşaqları bilməsə kim hara getsin? Yox, belə şeylər lazım deyil. Biz bunu deməkdə bu dünyəvi elmləri gözdən salmaq deyil məqsəd. Lakin bəziləri haqqında biz görəndə ki, onlar dünyəvi elmdə hədd daşıblar, dünyəvi elmə yanaşmada hədd daşıblar, lazımı qədrini verməyiblər, məcburuq bu sözləri deməyə ki, sən tarazlığı pozmayla. Sən əgər sənin evladın zəkalıdırsa, hifsi möhkəmdirsə, birinci bu Quranı öyrət, hədis öyrət. Heç olmasa müəyyən nəsib olsun bu elmdən. Axirət bilgisindən, axirətə ona fayda verən bilgilərdən müəyyən nəsibi olsun və eyb etməz bunun yanında da, əgər bacarığı vaxtı varsa, gəncdirsə, dünyəvi şeylərdən də öyrənsin, eyb etməz. Amma yox, bütün bu şeyi sən tərk elə, bütün cavanlığını, gəncliyinin o parlaq, güclü olan vaxtını, gücünü, enerjini bütün ver hamısını dünyəvi elmlərə və şəri elmdən heç bir şey götürmə, nə fiqdən, nə hədisdən, nə təfsirdən. Yox, bu yanlışdır. Bu yanlış yanaşmadır. Və bu kimi deyənlərə də heç vaxt müsəlman aldanmamalıdır. Rasul ən şərəfli insandır. Baxın, Allah subhanahu ta'ala ən şərəfli insana, ən sevdiyi insana hansı elmi öyrədib? Hansı elmdir onun danışdığı, peyğəmbərin danışdığı hansı elmdir? O elmə yaxın ol. O elmdir sənə dünyada da, axirətdə də nur qazandıran. Və sonra üçüncü hədisdə bu babın dəlili olaraq İtban radiyallahu anhunun gətirdiyi hədisdir. Harada ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem فَإِنَّ اللّٰهِ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللّٰهِ يَبْتَغِ بِذَلِكَ وَجْهَ اللّٰهِ Allah onun üzünü diləyərək La ilahə illallah deyənə odu haram etmişdir. Bu da
Tohidin fəzilətidir. La ilahə illallah tohiddir. Və Peyğəmbər sallallahu bu hədisdə deyir ki, Allah oda haram edib, cəhənnəmə yəni haram edib o şəxs ki, la ilahə illallah deyir. Amma burada qeyd var. Sadəcə la ilahə illallah deyən yox. Yəbtəği bizəlikə vəcihallah. Bu kəlməsilə Allahı istəyən, Allahın üzünü yən Allaha xatır. İxlasdır. Bu da ixlasa işarədir. Əgər tohid kəlməsi la ilahə illallah ixlassız deyirlərsə faydası yoxdur. Allaha görə deyilməzsə faydası yoxdur. Allaha görə deyilməsinin isə əlamətləri var. Bilinir nə vaxt Allaha görə deyilir bu kəlmə. Yəni Allaha görə deyilən kəlmənin etiqadın səmərəsi mütləq olmalıdır. Mümkün deyil. Bir insan la ilahə illallah'a mənasını bilsin və Allaha görə bunu desin, sonra onun heç bir əlaməti olmasın. Xeyr. Ona görə baxırsan, məsələn, həyatı boyu dəvət edirsən adamı la ilahə illallah'a, eşidir qulağı. Və bəlkə də deyir la ilahə illallah, amma la ilahə illallahın heç bir əsər əlaməti yoxdur adamın həyatında. La ilahə illallah adamın həyatını dəyişməyib. Necə cahil idi, elə də cahildir. Öz həyatında davam edir. Və sonra bu adam gəlib xəstələnəndə, yatağa düşəndə gedirlər qaça-qaça onun yanına, deyirlər ki, tez deyil, la ilahə illallah denən. La ilahə illallah deyir, ölür, deyib, söv. Cənnət əhlidir. Niyə? Çünki Peyğəmbər sallallahu deyir ki, kimin son kəlməsi la ilahə illallah olarsa, cənnətə daxil olar. La ilahə illallahın əsəri nədir bu insanın? Peyğəmbər sallallahu deyir, ya betəği bizəlikə vəcihallah. Kim Allahı istəyərək deyərsə, Allahı istəyərək deyilən sözün isə mütləq təsir olmalıdır. Hərəkət olmalıdır, ən azından dilində adamın tövbəsi olmalıdır, adamın əməli olmalıdır, sözü olmalıdır, peşmançılıq olmalıdır. Haradadır bu? Onu deyib xəstəlikdən qurtarmaq üçün deyib o sözü. Nəyəsə görə deyib, yəni başqa hər hansı bir dünyavi məqsədlə deyilən kəlmə təsirsizdir, faydası yoxdur. Sonra 4-cü hədis, Əbi Said Əl-Xudrinin rəvayət etdiyi hədisi idi müəllifin gətirdiyi. Deyir ki, Qalə Musa aleyhisselam, Ya Rabbi allimni şeyən əzkuruka və aduuka bih. Musa dedi ki, Allah, mənə elə bir şey öyrət ki, onunla səni zikr edim və onunla sənə dua edim. Qalə ya Musa qul la ilahə illallah. Allah təala dedi ki, ey Musa, denən la ilahə illallah. Qalə ya Rabbi, innə kullə ibadikə yəqulunə zəlik. Dedi ki, ey Allah, bütün qulların bu şeyi deyirlər. Bütün qulların deyir la ilahə illallah. Qalə ya Musa, ləv ənə səməvati səb və amirəhunə qeyri vəl əradin əs-səb fi kiffətin və la ilahə illallah fi kiffətin ləmələt bihinnə la ilahə illallah. Dedi ki, ey Musa, əgər 7 qat səma və onun içində olanlar və 7 qat yer tərəzinin bir gözündə olsa və la ilahə illallah tərəzinin digər gözündə olsa, la ilahə illallah ağır gələr. La ilahə illallah ağır gələr. Bu da nədir? Tohidin nəyini bildirir? Fəzilətini bildirir ki, yəni la ilahə illallahın qarşısında hər bir şey heç bir şeydir. Yer, göy, zaten dünya, səmavat, yerlər, göylər elə bu kəlməyə görə xəlq edilib. Yer və göy Allahın təşriyinə şahidlik edirlər. Onun üçün la ilahə illallahın ağırlığıdır, təsiridir, böyüklüyüdür ki, onun qarşısında heç bir şey nədir? Heç bir şey tab gətirə bilməz. La ilahə illallah daha ağırdır. Və sonuncu 5-ci dəlil İmam Tirmizinin Ənəs radiyallahu anhudan gətirdiyi, deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi ve sellem yəqul, qaylallah, deyir, eşitdim ki, Allahın Resulü deyir ki, Allah dedi və qüdsi hədisdir. Yəbnə Ədəm, ləv ətəytəni bi qurabil ardı xataya, thumma laqitəni, la tuşrik bi şeyən, la ətəytukə bi qurabihə məğfirə. Allah təala deyir ki, ey Adəm oğlu, əgər yer dolusu günahlarla hüzuruma gəlsən, yer dolusu günahlarla hüzuruma gəlsən və mənimlə mənə heç bir şeyi şərik qoşmadan qarşılaşsan, yer dolusu məğfirətlə gələrəm sənə. Yəni, səni bağışlayaram. Görün, tohidin fəzilətidir bu. Əgər insan tohid əhli olduğu zaman, tohidi doğruladığı zaman və tohidi pozan şirkdən bütün növlərindən uzaq olduğu zaman, bu da nəyə dəlildir? Allah Subhanahu taala onun tohidinə görə onun günahlarını bağışlayır.
Sonra növbəti 3-cü bab. Mən haqqaqat təvhid daxaləl cənnətə bi qeyri hisab. Kim təvhidi təhqiq edərsə, cənnətə hesabsız daxil olar babı. 3-cü fəsil. Və bu babın məqsədi də elə ünvanından bəllidir. Kim təvhidi təhqiq edərsə. Yəni təvhidi doğrulayarsa. Təhqiq etmək də nə demişdik? Hər hansı bir şeyin həqiqətinə və zirvəsinə ulaşmaq deməkdir. Hər hansı bir şeyi doğrulamaq, onun zirvəsinə ulaşmaq bu təhqiq edilməsidir. Və biz qeyd etdik ki, təvhidin, yəni təhqiq edilməsinin fəziləti olduqca böyükdür və bu fəzilət də nədir? Cənnətə hesabsız və əzabsız daxil olmaqdır. Sonra bu fəsildə qeyd etdik ki, əvvəla təvhidin təhqiq edilməsi, yəni doğrulanması, onun həqiqətinə varılması. Və dedik ki, təvhid, yəni vacib təvhid var, bir də müstəhəb təvhid var. Vacib təvhid, yəni dinin əslidir. Yəni elə bil ki, ən az insandan tələb olunan, hətta təvhid əhli olsun deyə. Ən az vacib yəni. Ən az aşağı vacibat nədir ki, hətta sən təvhid əhlindən olasan. Bu da yəni şəhadətin, yəni la ilahe illallah şəhadəti, la ilahe illallah şəhadəti və vacib olan şeylərin yerinə yetirilməsi. Ən aşağı həddir bu. Yəni Allaha, tək Allaha ibadət edib ona heç bir şeyi şərik qoşmamaq. Bu da la ilahe illallah kəlmə-i şəhadətdə ifadə edilir bu. Və bir də var müstəhəb təvhid, bu da artıq imanı kamilləşdirməkdir. Müstəhəb təvhid. Yəni təvhiddə daha, yəni vacib təvhidin qismlərində daha da dərinləşmək. Və dedik ki, təvhidin təhqiq edilməsi 2 şeylə olur. Əgər xatırlayırsınızsa, nə idi o? Təmizlənməsi və kamilləşməsi ilə. Təmizlənməsi və kamilləşməsi ilə. Vacib təvhidin təmizlənməsi var, bir də müstəhəb təvhidin təmizlənməsi. Yəni vacib təvhidin təmizlənməsi dedik ki, 3 şeydən olur. Kiçik şirkdən, bidətlərdən və bir də günahlarda israr etməkdən. Yəni kiçik şirkdən, bidətlərdən uzaq durmaqla, kiçik şirkdən uzaq durmaqla və günahlarda israrlı olmaqla, yəni günahları tərk etməklə, böyük günahla xüsusən israr etmədinsə, artıq sən bununla təvhidini təmizləmiş olursan. Bu şeylərlə uzaq durmaqla vacib təvhidini təmizləmiş olursan. Və vacib təvhidin kamilləşməsi isə vacib olan əməllərin yerinə yetirilməsi ilə olur. Allah Subhanahu taala vacib etdiyi bütün vacibatları yerinə yetirməklə sən artıq təvhidini kamilləşdirmiş olursan. Təvhidini nədir? Kamilləşdirmiş olursan. Və müstəhəb təvhidin təmizlənməsi də deyil, 4 şeydən uzaq olmaqdan olur. O da nə idi? Məkruhlardan, şübhəli şeylərdən, mübah artıq olan mübahlardan, bir də məxluqata qarşı olan ehtiyacın bildirilməsindən uzaq olmaqla. Və eyni zamanda kamilləşməsi də müstəhəb təvhidin müstəhəb əməllərin yerinə yetirilməsi ilə. Nə qədər ki, müstəhəb əməlləri yerinə yetirərsənsə, müstəhəb təvhidini kamilləşdirmiş olarsan. Sonra bu babda dəlilləri qeyd etdik. 3 dəlil qeyd etdik. Birinci dəlil oydu ki, Nəhl surəsi 120-ci ayə Allah təala buyurur: "İnne İbrahimə kana ummeten qanitan lillah hanifan və lem yekun minel müşrikin." Allah təala buyurur, həqiqətən İbrahim ümmətidir, yəni öndər bir imam idi. Allaha davamlı şəkildə itayət edən, ibadət edən idi və hənif idi. Hənif, yəni daima təvhidlə Allaha yönlənən idi və müşriklərdən deyildi. Deməli, Allah Subhanahu taala burada İbrahim əleyhissalam haqqında təvhidin təhqiq edilməsinin bu kimi vəsflərini qeyd edir. Və İbrahim əleyhissalam təvhidi təhqiq edən öndər imamlardan idi. Və sonra növbəti ayə, dəlil, ikinci dəlil isə Müminun surəsinin 59-cu ayəsini gətirmişdik. Harada ki Allah təala deyir ki: "Vəllezînehum bi rabbihim la yüşrikun." Allah təala möminlərdən danışır. O möminlər ki, "İnnellezînehum min xəşyəti rabbihim müşfiqun." O möminlər ki, Allahdan qorxarlar. "Vəllezînehum bi ayati rabbihim yu'minun." O möminlər ki, Allahın Rəbbinin ayələrinə iman edərlər. Sonra bu ayə "Vəllezînehum bi rabbihim la yüşrikun." O möminlər ki, Rəbblərinə şərik qoşmazlar.
şirk etməzlər. Tövhidi pozmazlar. Nə sözləri ilə, nə etiqadları ilə, nə də əməlləri ilə. Tövhidə ləkə gətirməzlər. Bu da tövhidi təhqiq edənlərin vəsflərindəndir. Sonra üçüncü hədis olaraq dəlil gətirdik. O da Hüseyn ibn Abdurrahmanın rəvayət etdiyi hədisdə. Hüseyn ibn Abdurrahman deyir ki, Kuntu ində Said ibn Cübeyr. Said ibn Cübeyrin yanındaydıq deyir. Said ibn Cübeyr də tabiinlərin böyüklərindəndir. Abdullah ibn Abbasın tələbələrindən. Fəqalə əyyukum ra'a əl-kəvkəbəlləzi inqadda əl-bəriha. Sizlərdən ötən gecə düşən ulduzu kim gördü? Yəni ulduz bilirsiniz, ulduzun şüası, ulduzun özü deyil, ulduzun şüası düşür, yəni şeytanı vurmaq üçün. Və Said ibn Cübeyr deyir ki, sizlərdən kim ötən gecə ulduzu gördü? Fəqultu ənə və deyir ki, mən gördüm. Hüseyin deyir, İbn Abdurrahman. Summa qultu mə əmmə inni ləm əkun fi salatin. Amma sonra dedim ki, amma mən namazda deyildim. Bu da nəyə işarədir? İxlasa. İxlasa işarədir ki, adam bildirir ki, yəni mən namazda deyildim. Hətta desəm ki, namazdaydım, insanlar düşünərlər ki, maşallah, gecə namazına durub və mənim də bunu bilməyim ki, insanlar mənim haqqımda gecə namazına durduğumu biləcəklər, bu məndə bir riya qapısı açar. Fikir ver, gör, hardan bağlayırlar riya qapısını? Hardan? Bu ehtimaldır, bu ehtimal sadəcə. Amma ehtimala belə baxın, tövhid əhli bax budur. Bayaq deyirəm ki, yəni qoymazlar ləkə gəlsin tövhidlərinə, ixlaslarına ləkə gəlsin. Bax, bu cür olur. Həmən bildirir ki, mən namazda deyildim. Sonra deyir ki, amma deyir, vələkinni ludiqtu. Amma sancıldım. Yəni, əqrəb məni sancdı. Fəqalə, fəmə sanat, dedi, soruşdu Səid ibn Cübeyr, nə etdin o zaman? Əqrəb səni sancdığı zaman, deyir, irtəqayt, ruqya tələb etdim. Mən birisinə dedim ki, mənə ruqya etsin. Deyir, fəmə həmələkə alə zəlik, niyə bunu etdin? Sələflər daima, nədir? Yəni, dəlil tələb edərdilər və etdiyi əməlləri dəlil üzərində edərdilər. Yoxsa ki, nə etdi, nə gəldi, nə danışdı, yəni zamanımızda müsibətdir. Nə qədər baxırsan, din adına danışanlar var və bidətdən danışanda filan kəs bidətçi, amma xəbəri yoxdur ki, özünü alim kimi aparır. O qədər şeylər danışır ki, xəbəri yoxdur ki, sənin bütün danışıqların hamısı elə bidətdir. Sələflər qorxardılar. Deyir ki, niyə belə etdin? O da dəlilini verir, həmən. Dəlilsiz heç bir şey etməzdilər. Ona görə sələflər deyir ki, hətta çalışsan, deyir, dəlillə, deyir, başını qaşımaq belə dəlillə et. Dəlillə əsaslan, yəni. Bu qədər təzim edərdilər sünnəni. Və deyir ki, hədisun həddəsənə Şəbi. Şəbinin bizə danışdığı hədis. O hədisə əsasən mən ruqya tələb etdim. O da nə idi? Deyir ki, və nə danışdı sizə? Dedim ki, deyir, həddəsənə ən Bureyda. O da Bureydədən dedi ki, ənəhu qal, lə ruqyətə illə min aynin əv xumə. Dedi ki, Peyğəmbər s.ə.v deyir ki, ruqyə yalnız gözdəymə və nədir? Sancılmadan dolayı olur. Yəni ki, burada mənası odur ki, ruqyanın ən çox faydalı olduğu gözdəyməyə qarşıdır. Bir də əgər sancılarsa insan, ilan tərəfdən, əqrəb tərəfdən, buna qarşı ruqya faydalıdır. Yəni zəhərlənməyə qarşı. Sonra dedi ki, qad ahsana mən intəhə ilə məsəmi. Səid ibn Cübeyr deyir, eşitdiyinə əməl edən nə gözəl əməl etmişdir. Nə gözəl bir şeydir bu. Sən eşitdin və əməl etdin. Sonra deyir ki, وَلَكِنْ həddəsənə İbn Abbas. İndi daha əfsəl bir şey bildirəcək ona. Şahid yeri də budur. Amma deyir, İbn Abbas deyir, bizə danışdı. İndi daha üstün bir, onun danışdığı hədisdən daha üstün bir hədis danışır. Deyir ki, ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem qal, Allahın Resulü dedi sallallahu aleyhi ve sellem, Uridat aleyyəl uməm, ümmətlər mənə ərz edildi. Bütün ümmətlər görsədildi mənə. Fərəaytun nəbiyyə və məhur rahat. Və gördüm, Peyğəmbər onunla bir neçə nəfər. Ər-rahat gəlməsi 3-dən 9-a qədərdir.
Yəni 9 nəfər, 10 nəfər, 3 nəfər, 5 nəfər, bir neçə nəfər. 3-dən 9-a qədər. وَالنَّبِيَ مَاهُ الرَّجُلُ وَالرَّجُلَانِ Və başqa peyğəmbər gördüm ki, onun yanında da bir və ya iki kişi var. وَالنَّبِيَ لَيْسَ مَاهُ أَحَدٍ Və başqa bir peyğəmbər gördüm ki, onun yanında heç kəs yoxdur. Yəni ona tabi olanlardan. Təsəvvür edin, peyğəmbər var ki, onun yanında sadəcə 2 nəfər var. Ona görə heç vaxt çoxluqda növünmək lazım deyil. Baxın, peyğəmbər Allahın peyğəmbəri. Ümmətindən ona yalnız 2 nəfər cavab verib. Axirət gündə elə 2 nəfərdən gəlir. Heç kəs qəbul etməyib. Amma o peyğəmbərin bu ixlasına, tohidinə zərərdirmi? Əsla. Tək ol. Heç kim olmasın səninlə. Tohid üzərində ol, sanki bir ümmətsən sən. Əksinə xüsusən sən tək olarsansa və ətraf bütün şirk əhli, bidət əhli olarsa, buna baxmayaraq sən tohidində sabit qalarsansa, bunun əzri mükafatı daha böyükdür. Haradakı tohid əhli çoxdur. Aydınmı? Çünki ümumən tək olub sabit qalmaq daha çətindir axı. Və bir şey ki, çətinliklə əldə edilir, o daha dəyərlidir. Yəni sən bu indiki zamanda bu fiskin, fasikliyin, azğınlığın çox yayğın bir vaxtında imanında sabitsənsə, əməllərində sabitsənsə, qoruyursansa bunu böyük bir, yəni səhabələrin belə həsəd edəcəyi bir əməl üzərində sən bunu unutma. Bəli, deyir ki, və Peyğəmbər onunla deyirsə, heç kəs yox idi. Sonra deyir ki, İz rufiyə liyə səvadun azim fəzanantu ennəhum ümməti və bir də böyük bir qaraltı görsəndi mənə, elə bildim ki, mənim ümmətimdir. Allah Rasul deyir, yəni biraz sanki sevinən kim oldu ki, yəni Peyğəmbər görsədilər bir. Bir də ümmət görsədildi. Hələ o ümmət kimin, onun yanında Peyğəmbər görsədilməyib və özü də Peyğəmbər daxı. Və düşünür ki, deməli Peyğəmbərlərin yanında bu qədər adamlar var və mən də Peyğəmbərəm, yəqin ki, o mənim ümmətimdir. Düşündüm ki, deyir, o mənim ümmətimdir. Deyir, mənə deyildi ki, həzə Musa və qavmu. Deyildi ki, bu Musa və onun qövmüdür. Musa Peyğəmbər. Bu da Musa Peyğəmbərin fəzilətinə dəlildir. Yəni, ona tabi olanların çoxluğunu görsədir. Fənəzartu fəizə səvadun azim. Və bir də baxdım ki, daha başqa bir qaraltı. Daha böyük qaraltı. Fəqiləli həzihi ümmətuk. Mənə deyildi ki, bu sənin ümmətindir. Və mə'hum səb'un əlfən yədxulunəl cənnətə bi qeyri hisab və la əzab. Bu sənin ümmətindir və onlarla bərabər də 70.000 nəfər var ki, onlar cənnətə hesabsız və əzabsız daxil olacaqlar. Hesabsız və əzabsız daxil olacaqlar. Sonra Peyğəmbər s.ə.v mənzilinə daxil olur və səhabələr aralarında bir başlayırlar danışmağa. Ki, bunlar görəsən kimlərdir? Yəni, böyük bir məsələdir bu. Peyğəmbər s.ə.v deyir, mənim ümmətimdir. Artıq mənim ümmətim səhabələrə müjdədir. Yaxşı, amma onlardan bərabər 70.000 nəfər var ki, həmən o 70.000, ümmətimin hamısı yox, həmən o 70.000 cənnətə hesabsız və əzabsız daxil olacaqlar. Nə hesab var, nə əzab. Onda səhabələr deyirlər ki, görəsən bunlar kimlərdir? Və bəzilər dedilər ki, yəqin onlar Peyğəmbərin səhabələridir. Və bəzilər dedilər ki, onlar ola bilər ki, İslamda doğulub və Allaha heç bir şərik qoşmayanlardır. Çünki səhabələrin bəzilər var ki, əvvəli şirk olmuşdu. Sonra tövbə edir, səhabədir hər halda. Amma bəzilər deyir ki, ola bilər o İslamda doğulanlardır. İslamda doğulublar və Allaha heç bir şərik qoşmurlar. Və bir neçə şey də deyir, saydılar. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem gəlir və xəbər verir onların kim olduğuna. Onların kim olduğunu xəbər verir. Həmən cənnətə 70.000 nəfərin sorğu-sualsız daxil olan bu 70.000 nəfərin kim olduğunu xəbər verir. Deyir ki, humullezine la yastarqun və la yaktavun və la yatatayyarun və ala rabbihim yetevekkelun. 4 vəsf qeyd edir. Deyir, o şəxslər ki, ruqyə tələb etməzlər. Yəni, oxusun, oxumağı özlərinə tələb etməzlər. Heç kəsə deməzlər ki, gəl mənə ruqyə et, gəl mənə oxu. Və la yaktavun və qızdırmaqla, döyməklə də müalicə olunmazlar. Və la yetatayyarun və uğursuzluğa inanmazlar. Bədgümanlıq, uğursuzluq,
Və alə rabbihim yətəvəkkəlun və öz Rəbblərinə təvəkkül edərlər. Yəni, həqiqi təvəkkül sahibləri olanlar. Və bunlardır cənnətə sorğu-sualsız və hesabsız daxil olanlar. Deməli, bunlar tövhidi təhqiq edənlərdir. Və sonra Uqqaşə radiyallahu anh qalxır deyir ki, Uqqaşə ibn Muhsin, ya Rasulullah, udullaha ən yəcələni minhum, Allaha dua et ki, mən də onlardan olum. Allah Rasulü deyir ki, əntə minhum, sən onlardansan. Sən onlardansan. Bu da sağlığındaykən, yəni bu səhabənin nəinki cənnətlə müjdələnməsi, 70 mindən olması müjdəsidir. Allah subhanahu teala bizləri onlardan eləsin. Və sonra başqa bir kişi qalxır, deyir ki, Allaha dua et, mən də onlardan olum. O da deyir, sonra deyir ki, Allah Rasulü səbəqəqə bihə Uqqaşə. Uqqaşə bu şeydə səni artıq qabaqladı. Bu da nədir? 3-cü babın xülasəsi idi. Növbəti 4-cü bab, o da nə idi? Əl-xavfu minəş-şirk. Şirkdən qorxu babı. Şirkdən qorxu babı. Yəni, şirkdən qorxmağın vacib olması. Şirkdən qorxmağın vacib olması. Yəni, tövhidin vacib olduğunu biləndən sonra, tövhidin fəzilətini biləndən sonra, tövhidin günahları kəffarə olduğunu biləndən sonra, tövhidi təhqiq etməyin bu qədər fəziləti olduğunu biləndən sonra mütləq vacibdir ki, onu pozan şeydən qorxasan. Artıq bu tövhidi ləkələyən şeydən çəkinəsən, uzaq durasan. Bu da şirkdir. Mütləq şirkdən qorxulmalıdır. Və ümumən tövhidə görə gələn bütün bu qədər fəzilətlər, faydalar da elə əsas, yəni bu müjdələr hamısı nəyə bağlıdır? Bu şərtlər qeydlidir. Tövhidin təhqiq edilməsi və şirkin tərk edilməsi. Tövhidin təhqiq edilməsi, doğrulanması nə ilə? Etiqad və sözlə və şirkdən qorxmaq yenə nə ilə? Etiqad və sözlə. Sadəcə qorxuram demək yox, Allahdan qorxuram demək yetərli deyil. Bunun sübutu olmalıdır etiqadi olaraq və əməli olaraq. Və sonra şirkin tərifində dedik ki, şirkin ümumi tərifi o idi ki, cəalu şeyi min haqqillah li qeyrihi. Allahın haqqından nəyisə başqasına vermək. Allahın haqqından nəyisə başqasına vermək, bu ümumi mənada şirkin tərifidir. Və xüsusi mənada şirkin tərifi nədir? Cəalu şeyi minəl ibadəti li qeyrillah. İbadətlərdən nəyisə Allahdan başqasına sərf etmək. Bu da şirkin xüsusi mənada tərifidir. Yəni, Allahın haqqından nəyisə Allahdan başqasına nisbət etmək və yaxud ibadətlərdən nəyisə Allahdan başqasına aid etmək. Allahdan başqasına hər hansı bir ibadət növünü aid etmək, bu nədir? Bu şirkdir. Sonra bu babın dəlillərini qeyd etdik, 5 dəlili idi. Birinci dəlil Nisə surəsi 48 və 116-cı ayələrdə Allah təala buyurur ki, İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah təala özünə şirk qoşulmasını bağışlamaz, ondan başqa günahları istədiyinə bağışlayar. Deməli, yeganə günahdır ki, Allah təala deyir ki, onu bağışlamaz, o da şirkdir. Deməli, şirkdən qorxmaq lazımdır. Niyə? Şirk çünki bağışlanmır. Şirk bağışlanmır. Şirk əməlləri batil edir. Lə-in əşraqtə lə-yəhbətənə əməluk. Əgər ey Peyğəmbər şirk etsən, əməllərin batil olar. وَلَوْ أَشْرَكُوا لَحَبِتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Allah təala deyir, əgər onlar şirk etsələr, əməlləri batil olar. Deməli, şirkdən qorxmaq lazımdır. Niyə? Çünki şirk daxil oldusa, necə ki, hədəs dəstəmazı daxil olanda dəstəmazı pozduğu kimi, eləcə də şirk əməllərə daxil olsa, bütün əməlləri batil edir. Şirklə yanaşı heç bir səhi əməl qalmır. Onun üçün şirkdən qorxmaq lazımdır. Növbəti İbrahim surəsi 35-ci ayə dəlil. İbrahim əleyhissalam deyir ki, وَجْنُبْنِ وَبَنِي أَنْ نَعْبُدَ الْأَصْنَامِ. Ey Rəbbi, məni və zürriyyətimdən olanları, evlatlarımı bütlərə ibadət etməkdən uzaqlaşdır. Deməli, Peyğəmbərin qorxusu, hətta Allah Rəsulunun qorxusu nə idi? Şirk. Niyə? Çünki şirk bağışlanmayan günahdır. Və növbəti 3-cü dəlil hədisdir. Allah Rəsulü buyurur ki, Əxvafu mə əxafu aleykum əşşirkul əsğar fəsuilə anhu fəqalə ər-riya. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sizlər üçün ən çox qorxduğum şey kiçik şirkdir. Və bir rivayətdə əşşirkul xəfi.
Yəni gizlin. Deyir ki, əxfafu mə əxafu aleykum şirkul asğar. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Dedilər ki, nədir o? Dedi ki, riya. Riya, göstəriş. Göstəriş kiçik şirkdir. Yəni təriflənməyi sevmək, kimsə ibadətini görsün deyə xoşlanmaq, yəni ixlasın ziddidir. Sənə yetərlidir ki, Rəbbin səni bilir, görür, eşidir. Heç vaxt əməlinə, yəni riya qatma. Məxluqatı göstərişdə Allaha tay gətirmə. Yetər ki, səni Rəbbin görür və sən əslən əməlləri edirsən ki, Rəbbin səninlə razı qalsın, məxluq yox. Və məxluq heç vaxt razı qalmaz səndən. Heç vaxt. Sən ömrü boyu məxluqata ən yaxın sənə olan zövcənə 80 il onunla yaşa, 79 il ona yaxşılıq elə, son 10 ilin son ayında, son ayının son həftəsinin son günündə bir gün ona nəsə pislik elə, o 79 ilini sən hədər gedəcək. Unudacaq hamısını. Deyəcək, sən nə etmirsən mənə indiyənə qədər? Görsənmi? Ola bilər sən 79 il özünü zövcənə görsədirdin. Bir kəlmə ilə yox elədi sənin bütün əməlini. Heç vaxt insan səninlə razı qalmayacaq. Və nə də lazım deyil, bunun arxasında düşmə. İnsanların razılığını axtarma. Qoy razı olmasın, niyə narahat olursan? Sağ zərəri yoxdur onun. Qoy sən haqqında yəni, nə danışırsa sana rahat. Sən düşün ki, Rəbbin səndən razıdır, yoxsa yox. Allah mənim barəmdə nə düşünür? Yəni, onun düşüncəsi ilə Allahın mənim haqqımda düşüncəsi üst-üstə düşürmü? Yoxsa fərqlidirmi? Buna rahat olsun və ixlasını belə bu cür təzələklə. İnsan məxluqdur, lüfk edir, yox olur və hər kəs Allahın huzuruna gələcək. Hər kəs öz mükafatını Allahdan umacaq. Başqalarına kimdənsə yox. Sən gəlib ki, qardaşlarına deməyəsən ki, mən səninlə bərabər namaz qıldım, o savablar haradadır, mənə ver. Yox. Heç peyğəmbərlər belə məşhur hədisdə bilirsiniz, peyğəmbərlərin yanına gələndə ki, sən Adəmin yanına, sən Allahın ilk yaratdığısan isə peyğəmbər yanına, Musa peyğəmbərin yanına. Hamısı deyir ki, öz hayımdayam mən. Nəfsi, öz hayımdayam mən. Ona görə tamamilə, yəni insanlardan bütün ümidini üz. Bütün ümidiniz insanlardan. Heç nə gözləmə insanlardan. Yalnız Rəbbinə bağlan. Bəli. Deməli, bu riya idi. Sonra növbət 4-cü dəlil İbn Məsudun rəvayət etdiyi Peyğəmbər sallallahu buyurur ki, "Mən mətə və huve yad'u lillahi niddən daxalan nar." Peyğəmbər sallallahu deyir, kim Rəbbinə şərik qoşduğu halda, tay tutaraq dua etdiyi halda ölərsə, cəhənnəmə daxil olar. Cəhənnəmə daxil olar. Yəni, kim şirk üzərində ölərsə, artıq onun yeri cəhənnəmdir. Odur ki, insan şirkdən qorxmalıdır, Allah qorusun, Allahdan sabitlik istəməlidir. Yəni, həyatın sonunda belə insan şirk edib dünyasını dəyişsə, artıq o insana məğfirət yoxdur və yeri oddur. Növbəti 5-ci dəlil, Cəbir radiyallahu anh rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu buyurur ki, "Mən laqiyallah la yushrik bihi şey'an daxalal cənnə və mən laqiyahu yushrik bihi şey'an daxalan nar." Kim Allaha şərik qoşmadan onunla qarşılaşsa, cənnətə daxil olacaq. Və kim Allaha şərik qoşaraq onunla qarşılaşsa, o da daxil olacaq. Kim Allaha heç bir şeyi şərik qoşmadan Allahla qarşılaşsa və buna can atmalısan. Ki Allahdan sən qarşılaşanda, yəni təvhid əhli olaraq qarşılaşasan Rəbbindən. Allahın haqqında heç bir məxluqatı ora daxil etməməklə, heç bir məxluqatı Rəbbinə ortaq qoşmamaqla qarşılaşasan Rəbbinlə. Və kim bu cür qarşılaşarsa Rəbbi ilə cənnətə daxil olar. Amma kim Allaha şərik qoşaraq qarşılaşarsa, hökmən cəhənnəmə daxil olacaq. Allah qorusun. Və sonuncu bab 5-ci fəsildə Əd-dua ilə şəhadət ən la iləhə illallah, la iləhə illallah şəhadətinə dəvət fəsli idi və bu babın məqsədi də qeyd etdik ki, təvhidə dəvət etməyin vacib olması və fəzilətinin bəyan edilməsi. Yəni artıq sən təvhidin nə olduğunu bildin, fəzilətini bildin, təvhidi özün yaşadın, doğrularını təhqiq etdin.
İndi bu tohidə dəvət et. İndi bu tohidə dəvət et. Əgər desən ki, tohidə dəvət etmək vacibdirmi? Bəli, vacibdir. Vacibdir hər kəsə. Hər kəsə. Mümkün deyil ki, sən susasan və şirki görəsən, inkar etməsən, onda sən həqiqi tohid əhli deyilsən. Niyə? Çünki sənin gördüyün şirk səni narahat etmirsə, deməli, sənin tohidində xələl var. Narahat olmalısan, ailəndə sənin şirk olmasına izin verməməlisən. Ailəndə sənin şirk olursa, başlamalısan, tohidi dəvət etməlisən. Tohidə dəvət etməlisən. Və bu barədə də, yəni bu babında 3 dəlili var. Biz birinci dəlili qeyd etdik. O da Allah Teala buyurur ki, Yusuf surəsində "Qul hazihi sabili adu ilallahi ala basiratin ana və men itteba'ani." De, bu mənim yolumdur. Mən və mənə tabe olanlar bəsirət üzərində Allaha dəvət edirik. Deməli, dəvətin vacib olduğunu göstərən bir ayədir. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, de, Allah Teala de, ey Peyğəmbər, bu mənim yolumdur. Və Peyğəmbərin yolda nə idi? Peyğəmbərin tohidə dəvəti idi. De, bu mənim yolumdur. Nəinki mənim, mən və mənə tabe olanlar. Yəni, qiyamətə qədər Peyğəmbərə tabe olanlar kimlərdirsə, onlar tohidə dəvət edənlərdir. Və sonra tohidə dəvət etməyin hikmətini və yaxud da şərtini bəyan edir. Alə basira, bəsirət üzərə. Yəni, elm və yəqinlik, hikmətlə. Tohidə isə elm və hikmətlə dəvət olunmalıdır. Və ikinci dəlil götürdük. O da hədisdir. İbn Abbas radiyallahu anhudan. Ənə Rasulullah s.ə.v. Ləmmə bəəsə Muazən iləl Yəmən. Allah Rasulü Muazı Yəmənə göndərdiyi zaman ona deyir ki, İnnəkə təti qavmən min əhlil kitab. Sən kitab əhlinin yanına gedirsən. فَلْيَكُنْ أَوَّلُ مَا تَدْعُهُمْ إِلَيْهِ شَهَادَةُ أَنْ لَا إِلَهَ إِلَّا اللّٰهِ. Və ilk onları dəvət etdiyin şey La ilahe illallah şəhadəti olsun. Və bir rivayətə en yuvahhidullah. Allah'a təşləmələr olsun. Allah Resulü sallallahu aleyhi ve sellem Muaz ibn Cəbəl radiyallahu anhu əzəmətli bir səhabəni böyük bir görevlə göndərir Yəmənə. Yəməndə o vaxt Yahudilər və müşriklər idi. Göndərir ki, sən kitab əhlinin yanına gedirsən və onları ilk dəvət etdiyin şey nə olsun? La ilahe illallah. Tohid olsun. Bu da onu göstərir ki, dəvətə mütləq ilk öncə nədən başlamaq lazımdır? Tohiddən. İlk tohiddən başlamaq lazımdır dəvətə. Birinci dəvət etdiyin tohid olsun. Sonra deyir ki, فَاِنْهُمْ أَطَاءُ لِذَٰلِكَ. Əgər tohidi qəbul etsələr, mərhələdir. Tohidi bilsələr, başa düşsən, ondan sonra digər məsələyə keç. Yoxsa tohid olmasa, heç bir şeyin faydası yoxdur. Tohid olmasa, heç nəyin faydası yoxdur. İstər yerin, göyün bütün qızılını, yerin, göyün qızıllarını, bütün dünyanın, yəni qızıllarını adam sədəqə etsin Allah yolunda və ixlasla etsin. Və bu sədəqəsi ilə bütün möminləri bütün sıxıntıdan qutarsın, amma tohidi olmasın, axirət günü heç zərrə qədər faydası yoxdur. Zərrə qədər faydası yoxdur. İlk dəvət etdiyin tohid. İnsanın tohidi düzəldi mi? Tohidi doğrulandı mı? Allahın haqqı yerinə gəldi mi? Ən birinci haqq. Ondan sonra digər şeylər də səmərəsi olacaq. Sonra da əgər onlar bunu qəbul etsələr, onlara nədir? Öyrət ki, Allah onlara gündə 5 vaxt namazı əmr edib. Bura qədər biz Kitab-ı Tohidin əlhamdülillah götürdük və ötən dərslərdə təfsilatı ilə götürdük bu babları. Lakin indi mən bunları bir növ təkrar oldu. Və inşallah gələn dərsdən həmin bu hədisin, ikinci hədisin davamından götürəcəyik və Kitab-ı Tohidi oxumağa davam edəcək Allahın izni ilə. Allah subhanahu teala bizləri tohid əhlindən etsin və bizləri şirkdən və onun bütün növlərindən uzaq etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain.